Hər kəsə salam. Bugün 6 aprel tarixində məzunlar üçün keçirilmiş buraxılış imtahanında istifadə edilmiş sualın izahına baxaq. Nümunədə işlənmiş ara sözlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Sözün qısası bu işləri sabah təhvil verməliyik. Sözün qısası burada ara sözdür. Doğru fikirlərdir. Gəlin baxaq. Birinci. Əvvəla ara sözü ilə sinonimlik yaradır. Xeyr. Çünki sözün qısası nəticə ümumiləşdirmə bildirir. Əvvəla isə sıra bildirir. Ona görə bunlar sinonim sayıla bilməz. Fərqli-fərqli mənalardadır. İkinci, sıra bildirir. Xeyr, sözün qısası nəticə ümumiləşdirmə bildirir. Üçüncü, kontekstə görə ismi birləşmə kimi də işlənə bilər. Sözün qısasını o dedi. Bəli. Kontekstə görə ismi birləşmə kimi də işlənə bilər. Bu düzgün fikirdir və doğru fikirlərin xanasında yazdığı üçün düz kimi götürürük. Yanlış fikirlərdir. Dördüncü, ifadə vasitəsi modal sözdür. Xeyr, biz bilirik ki, modal sözlər söz birləşməsi şəklində olmur. Amma baxsaq, sözün qısası üçüncü növ təyini söz birləşməsi şəklindədir. Ona görə bu yanlış fikirdir. Və yanlış fikrin xanasında olduğu üçün biz bunu düzgün cavab kimi götürürük. Yəni 3, 4, 5-ci fikir. Beləliklə sözü ilə əvəz edilsə, cümlədə məna dəyişikliyi baş verməz. Bəli, çünki həm sözün qısası, həm də beləliklə nəticə ümumiləşdirmə bildirir. Bu düzgün fikirdir, amma yanlış xanasında yazdığı üçün bunu götürmürük. Və 6-cı fikir. Özündən sonra cümlənin intonasiyasının asılı olaraq yalnız nida və sual işarəsindən istifadə edilə bilər. Xeyr, özündən sonra biz bilirik ki, modal sözlər cümlənin əvvəlində gəldikdə, ümumiyyətlə ara sözlərə də aiddir bu təbii ki, cümlənin əvvəlində gəldikdə özündən sonra, ortada gəldikdə hər iki tərəfindən, sonda gəldikdə isə özündən əvvəl vergül işarəsi qoyulur. Ona görə bu da yanlış fikirdir. Çünki deyir ki, yalnız nida və sual işarəsindən istifadə edilə bilər. Yanlış fikirdir və yanlış xanasında yazdığı üçün biz bunu da düzgün fikir kimi götürürük. Yəni düzgün cavab 3, 4 və 6, yəni B variantı. Bu qədər. Sağ olun.